Bakı Dövlət Universitetinin Qazax filialında filologiya birinci kurs tələbəsiyəm. Biz bugün ABEY qoruğunun sayəsində başda universitet müəllimimiz, tarix müəllimimiz, Musa müəllimimiz rəyləri ilə gəldik Damcılıya və Damcılı ABEY qoruğunun dəyərli çalışanları çox sağ olsunlar ki, bizə çox gözəl şərait yaratdılar. Bizim üçün hər cür əllərindən gələn hər şeyi elədilər və bizə də maraqlı oldu. Mən Quliyeva Sevinç, Bakı Dövlət Universitetinin Qazax filialında Filologiya fakültəsinin birinci kurs tələbəsiyəm. Bugün Qazax rayonunun Damcılı mağarasına gəlmişik. Bura gətirdiyi üçün bizim Azərbaycan tarix müəllimimiz Musa müəllimə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bu gözəl mağaranı görmək bizim üçün çox maraqlıydı. Buradan tapılan qədimi abidələr bizi heyrətləndirdi. Çox şadam ki, gəldim belə yerləri gördüm. Şərqli Bakı Dövlət Universitetinin Qazax filialının Filologiya fakültəsinin birinci kurs tələbəsiyəm. Bura gəlməkdə məqsədimiz tarix abidələri görməkdir. Buna görə biz universitetimizin hər bir müəlliminə başda Musa müəllimlə təşəkkürümüzü bildiririk, gəlib belə bir yeri gördük. Yəni tariximizlə tanış olduq. Hər zaman həmişə də qoruyacağıq, saxlayacağıq bu tarixi yerlərimizi. Yəni çox şadıq. Mən Paşayev Vasif Vaqifoğlu. Bakı Dövlət Universitetinin Qazax filialının tarix fakültəsində oxuyuram. Günlərin Musa müəllimin başçılığı haqqında gəldik Damcılı mağarasında ki, burada tarix faktlarla tanış olduq. Həqiqətən də yəni bu günlərimizin bura gəlməyimiz bizim üçün çox bir xoş hadisə oldu ki, yəni gəldik biz tarix abidələrimizi gəzdik, yad elədik, tarix faktlarımızı reallıqla öz gözlərimizə gəldik.